Pulos Havarinin Filiplilərə yazdığı məktub. Müqəddəmə. Filipi şəhəri Yunan ölkəsinin şimal səmtindədir. Pulosun bu şəhərdə keçirdiyi zamandan yadda qalmalı çox şeyləri var idi. Avropanın ilk kilisasını o bu şəhərdə bərpa etdi və elə burada idi də ki, onu tutdular və işkəncə verib zindana saldılar. Lakin İncilin xoş xəbərini onun ağzından eşidənlər İsa Məsihə iman gətirdilər. Onlar Pulosu çox sevib, mali cəhətdən ona çox kömək edirdilər. Pulos zindandan yazdığı bu məktubda o şadlıqdan danışır ki, İsa'ya iman gətirən adamın həyatına dökülür. Fəsil 1. Məsih İsa'ya özlərini qul etmiş Pulos və Timtausdan, Filipidə Məsih İsa'ya aid olan bütün müqəddəslərə, nazirlərə və şəmmasları ilə. Atamız Tanrı və Rəbbimiz İsa Məsihdən sizə feyz və barış olsun. Sizi hər zaman xatırlayanda Tanrıma şükür edirəm və həmişə hər duamda sizin hamınız üçün şadlıqla dua edirəm. Çünki ilk gündən indiyə kimi İncilin işində şirkət edibsiniz. Arxayınam o ki, yaxşı işi sizdə başlayıb, Məsih İsa'nın gününə kimi onu kamilləşdirəcək. Haqlıyam ki, sizin hamınız haqqında belə düşünəm. Çünki siz mənim ürəyimdəsiniz. Həbsdə də olsam, İncilin müdafiəsində və təsdiq etməyində də olsam, hamınız mənimlə bərabər Tanrının feyzinə şəriksiniz. Tanrı şahidimdir ki, Məsih İsa'nın şəfqətində necə sizin hamınızın həsrətini çəkirəm və dua edirəm ki, məhəbbətiniz həqiqi mərifət və hər cür idrakda artıq və daha artıq çoxalsın. Elə ki, əfsəl olan şeyləri təsdiq edib, Məsihin gününə kimi xalis və məzəmmətsiz olasınız və Tanrının şövkət və məthi üçün salihlik səmərəsi ilə dolasınız ki, İsa Məsihinin vasitəsilədir. İndi qardaşlar, istəyirəm biləsiniz ki, mənim başıma gələnlər daha çox İncilin tərəqqisinə bais oldu. Belə ki, bütün saray mühafizlərinə və özgə hər kəsə məlum olub ki, mənim həbsim Məsih üçündür. Və qardaşlarından çoxu həbsimdən ötürü Rəbbə etimad edib, daha çox cürət tapıblar ki, Rəbbin kəlamını qorxusuz danışsınlar. Doğrusu, bəziləri hətta paxıllıq üzündən Məsih vəz edirlər, lakin bəzilər də yaxşı niyyətlə. Axırçılar bunu məhəbbət üzündən edirlər və bilirlər ki, mən İncilin müdafiəsi üçün təyin olunmuşam. Əvvəlkilər Məsihi ixlasla yox, öz məniyyətlərinin dalında olduqları üzündən elan edirlər və düşünürlər ki, bu həbsimdə mənim əziyyət çəkməyimə bais olsunlar. Nə olur? Ancaq bu ki, hər halda istər yalan niyyətdə, istər doğru niyyətdə Məsih elan olunur və mən bundan sevinirəm, bəli, sevinəcəyəm də. Çünki bilirəm ki, bu sizin dualarınızla və İsa Məsihin ruhunun köməyi ilə mənim xilasımı yetirəcək. Xalis intizar və ümidim budur ki, heç bir şeydə utanmayım və həmişəki kimi indi də, yaşasam da, ölsəm də, bütün cəsarətlə Məsihi bədənimdə ucaldım. Çünki mənim üçün yaşamaq Məsihdir, ölmək də qazanc. Lakin əgər bədəndə ömür sürməli olsam, bu mənə səmərəli bir zəhmət olacaq, amma bilmirəm hansını seçim. Mən iki tərəfdən sıxışdırılıram. Ayrılmaq və Məsihlə olmaq həsrətindəyəm, çünki bu daha yaxşıdır. Lakin sizin xatiriniz üçün bədəndə qalmaq daha çox lazımdır. Bundan yəqinim var və bilirəm ki, qalacağam və sizin imanda olan şadlıq və tərəqqiniz üçün sizinlə davam verəcəyəm. Belə ki, cinə yanınıza gələndə Məsih İsa'da mənim haqqımda olan fəxriniz artsın. Ancaq Məsihin İncilinə layiq tərzdə yaşayın ki, mən istər gəlib sizi görəndə, istər qayıb sizin barədə eşidim ki, siz bir ruhda sabit durursunuz və həmən fikirdə İncilin imanı üçün birlikdə cəhd edirsiniz. Və sizə zidd duranlardan əsla qorxmursunuz ki, bu onlara həlakət əlamətidir, lakin sizə nicat əlaməti, bu da Tanrıdandır.
Çünki Məsihin xatiri üçün sizə əta olub ki, ona ancaq iman gətirməyəsiniz, onun xatiri üçün əzab da çəkəsiniz. Və elə həmən mübarizəni təcrübə edəsiniz ki, məndə gördünüz və indi məndə olduğunu eşidirsiniz. Fəsil 2. Beləcə, əgər Məsihdə bir təşviq, məhəbbətin bir təsəllisi, əgər müqəddəs ruhun bir rəfaqəti, əgər şəfqət və mərhəmət var, həm fikir olmaqla, həmən məhəbbəti saxlamaqla, ruhda birləşməklə və bir məqsəd niyyətində olmaqla mənim şadlığımı kamil edin. Heç bir şeyi xodpərəstlik üzündən və ya şöhrətpərəstlikdən etməyin, lakin təvazö ilə bir-birinizi özünüzdən üstün sayın. Ancaq öz şəxsi mənfəətinizi axtarmayın, özgələrin də mənfəətini nəzərdə alın. Məsih İsa'da olan düşüncə sizdə də olsun ki, Tanrının surətində olduğu halda Tanrı ilə bərabərliyi bir qənimət saymadı. Lakin hər şeydən əl çəkdi və bir qul surətini alıb insanların oxşarına döndü. Və insan şəbahətini almış olaraq ölümə müti olmaqla, hətta çarmıx üstündə ölməklə özünü alçatdı. Buna görə də Tanrı onu çox ucatdı və ona bütün adlardan əfsəl olan adı verdi. Elə ki, göydə, yer üzündə və yerin altında olanların hamısı İsa'nın adında diz çöksünlər. Və Ata Tanrının şövkəti üçün hər dil iqrar etsin ki, İsa Məsih Rəbdir. Beləcə, sevgililərim, necə ki, həmişə itaət edibsiniz, nə ancaq mən yanınızda olanda, lakin indiki qayibəm daha çox, nicatınızı qorxu və titrəməklə əncamına yetirin. Çünki Tanrıdır ki, öz iltifatına müvafiq həm istəməyiniz, həm də əməl gətirməyiniz üçün sizdə işləyir. Hər şeyi şikayətsiz və münaqişəsiz yerinə yetirin ki, siz fasid və tərsə bir nəslin arasında məzəmmətsiz və məsum Tanrının qüsursuz övladları olasınız. Siz onların arasında dünyanın nurları kimi zahir olub həyatın kəlamını bərk tutursunuz ki, Məsihin günündə mən də əbəs əlləşmədiyim və əbəs zəhmət çəkmədiyim üçün fəxr edim. Lakin əgər mən bir içki təqdiməsi kimi sizin imanınızın qurban və xidməti üstünə tökülürəm, yenə də sevinirəm və şadlığımı sizin hamınızla paylaşıram. Siz də elə bu cür sevinin və şadlığınızı mənimlə paylaşın. Rəbb İsa'da ümid edirəm ki, bu yaxınlıqda Timotausu sizin yanınıza göndərim ki, mən də sizin əhvalatınızdan xəbərdar olub təşviq olam. Çünki fikirdə mənə yaxın olan heç kəs qalmayıb ki, ixlasla sizin qeydinizdə olsun. Ona görə ki, hər kəs Məsih İsa'nın mənfəətini yox, öz mənfəətini axtarır. Amma siz onun sübut etmiş dəyərini bilirsiniz ki, necə İncilin xoş xəbərini yaymaqda atasını xidmət edən bir uşaq kimi mənə xidmət etdi. Buna görə öz işlərimin necə qabağa getdiyini bildikdə, ümid edirəm ki, tezliklə onu sizin yanınıza göndərim. Və Rəbdə etimadım budur ki, özüm də tezliklə yanınıza gəlim. Amma lazım gördüm ki, qardaşım, həmkarım və silahdaşım Epafroditosu sizin yanınıza göndərim ki, möhtac olanda mənə köməkçi olan göndərdiyiniz elçi və xidmətçidir. Çünki o, sizin hamınız üçün həsrət çəkirdi və onun naxuş olduğunu eşitdiyinizə görə çox narahat idi. Həqiqətən də ki, o, ölüm dərəcəsinə qədər naxuş idi. Lakin Tanrı ona, nəinki ancaq ona, mənə də mərhəmət göstərdi ki, məbada qüssəmin üstünə qüssə artsın. Bu səbəbdən onu bütün iştiyaqla sizin yanınıza göndərmişəm ki, onu görəndə təkrar sevinəsiniz və mənim də qüssəm azalsın. Beləcə onu Rəbdə bütün şadlıqla qəbul edin və belə insanlara böyük hörmət göstərin. Çünki o, Məsihin işi yolunda canını xətərə salıb, ölümə belə yaxın gəldi ki, sizin mənim haqqımda olan xidmətinizin nə əskik olduğunu o təkmil etsin. Fəsil 3. Nəhayət, qardaşlarım,
Rəbdə şadlıq edin. Sizə həmən şeyləri mükərrər yazmaq mənim üçün əsla zəhmət deyil, lakin sizin üçün mühafizdir. O itlərdən ayıq olun. O pislik edənlərdən ayıq olun. Yalan xətnədən ayıq olun. Çünki həqiqi xətnə bizik ki, Tanrının müqəddəs ruhunda pərəstiş edirik və Məsih İsa'da başımız ucadır və cismə etimad etmirik. Gərçi mən özüm hətta cismə də etimad edə bilərəm. Əgər özgə bir adam cismə etimad etməyi düşünsə, mən daha artıq 8 günlük ikən xətnə olundu. İsrail xalqından, Benyamin qəbiləsindən, İbranilərdən bir İbrani, şəriətə görə bir fərisi, qeyrət baxımından kilisaya əzab verənin biri, şəriətdən gələn salihlik baxımından məzəmmətsiz bir adam. Lakin Məsihin xatiri üçün mənə qazanc olan hər şeyi zərər saydım. Bundan da çox, Rəbbim Məsih İsa'nın mərifətinin əfzəlliyi qabağında hər şeyi zərər sayıram ki, onun üçün hər şeyin zərərini çəkmişəm və onları zibil saymışam. Elə ki, Məsihi qazanım, bu onda tapırım. Şəriət əsasına olan bir salihliklə yox, İsa'ya olan iman vasitəsilə gələn salihliklə, o salihliklə ki, iman əsasına görə Tanrıdan gəlir və ölülərdən dirildiyinin qüdrətini və çəkdiyi əzablarının rəfaqətini tanıyım və onun ölümündə ona bənzəyim. Elə ki, ölümdən dirilməyə nail olum. Bu, o demək deyil ki, ona nail olmuşam və ya kamilləşmişəm. Lakin cəhdlə çalışıram elə ki, onu tutub ələ gətirim. Onu ki, Məsih İsa da məni onun üçün tutub ələ gətirdi. Qardaşlar, mən elə hesab etmirəm ki, onu ələ gətirmişəm. Lakin bir şey edirəm, arxada qalan şeyi unudub, can atıram ki, qabağımda olana çatım. Məsih İsa'da Tanrının əfzəl dəvətinin caizəsi üçün cəhdlə məqsədə tərəf təlaş edirəm. Beləcə, aramızda kamil olanların belə mənişləri olsun və əgər bir mövzuda ayrı bir cür mənişləriniz var, Tanrı onu da sizə aydın edəcək. Lakin nəyə çatmışıq, o əyara görə də yaşayaq. Qardaşlar, məndən nümunə götürün və diqqətlə o adamlara baxın ki, bizdə gördüyünüz nümunəyə görə rəftar edirlər. Çünki bir çoxları Məsihin çarmıxının düşmənləri kimi rəftar edirlər ki, onların haqqında sizinlə tez-tez danışırdım və hətta indi də gözü yaşlı deyirəm. Onların axırı həlakət, onların tarısı qarın, onların iftixarı rüsvayçılıqlarındadır ki, fikirlərini dünyəvi şeylərin üstünə qoyublar. Çünki bizim vətəndaşlığımız göydədir ki, qurtarıcımız Rəbb İsa Məsihi iştiyaqla oradan gözləyirik. O, bizim bu zəlil bədənimizin vəziyyətini dəyişdirəcək, elə ki, öz şövkətli bədəninə oxşar olsun. O, bu işi, o qüdrətin vasitəsilə edəcək ki, onunla hər şeyi özünə müti etməyə qadirdir. Fəsil 4. Beləcə, sevgililərim, həsrətini çəkdiyim qardaşlar, sevincim və başımın tacı, Rəbdə bu cür sabit durun, sevgililərim. Yudiya və Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. Səndən də, ey həqiqi yoldaşım, xahiş edirəm ki, İncilin xidmətində mənimlə çalışan bu xanımlara kömək edəsən. Həm də Klementə və özgə həmkarlarıma da ki, adları həyat dəftərindədir. Həmişə Rəbdə şadlıq edin. Bir də deyəcəyəm, şadlıq edin. Qoyun sizin həlimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. Heç bir şey üçün nigaran olmayın. Amma hər şeydə xahişlərinizi dua, istiğasə və şükürlə Tanrıya bildirin. Və Tanrının hər fəhmdən əfzəl olan barışı Məsih İsa'da ürəklərinizi və fikirlərinizi mühafizət edəcək. Nəhayət qardaşlar, hər nə ki doğru, hörmətli, düz, pac, sevməli və etibarlıdır, əgər fəzilətli, əgər tərifə layiq bir şey var, fikrinizi bunların üstünə qoyun. Və məndə öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və gördüyünüz şeyləri yerinə getirin və barış tarısı sizinlə olacaqdır. Rəbdə çox sevinirəm ki, indi nəhayət mənim haqqımda çəkdiyiniz qeydi təzələdiniz. Doğrudan da mənim qeydimə çox qalmışdınız, lakin fürsət sizə əl vermirdi.
Bunları ehtiyac üzündən demirəm, çünki öyrənmişəm ki, hər halda olsam necə qənaət edəm. Əskiklikdə yaşamağı bilirəm, artıqlıqda yaşamağı da bilirəm. Hər şeydə və hər halda tox qalmaq, vac qalmaq, artıqlıqda yaşamaq və ehtiyac içində əzab çəkməyin sirrini öyrənmişəm. Mənə qüvvət verən Məsihlə hər şeyə qadirəm. Amma yaxşı iş gördünüz ki, mənim zillətimdə mənimlə şərik oldunuz. Siz özünüz Filiplilər bilirsiniz ki, İncilin xoş xəbəri ilk vəz olunanda Məqduniyadan çıxdığım zaman sizdən başqa heç bir kilisa vermək və almaq xidmətində mənimlə şərik olmadı. Hətta Tesalonikdə olduğum zamanda siz bir-iki dəfə mənim ehtiyacım üçün göndərdiniz. Bu o demək deyil ki, mən hədiyyə axtarıram. Mən ancaq sizin hesabınıza çoxalan səmərəni axtarıram. Hər şey kamil əlimə gəlib çatıb və bol-bol varım. Epafroditos əli ilə göndərdiyiniz şeylər əlimə yetişib ki, tarını xoşnud edən xoş bir raihə və məqbul bir qurbandır. Və mənim tarım Məsih İsa'da öz şövkətinin varlığına mütabiq sizin bütün ehtiyaclarınızı fərahəm edəcək. İndi tarı və atamıza əbəddən əbədəcək şövkət olsun. Amin. Məsih İsa'da olan hər müqəddəsə salam getirin. Mənimlə olan qardaşlar da sizə salam göndərirlər. Bütün müqəddəslər, xüsusən də Qeysərin evində olanlar sizə salam göndərirlər. Rəbb İsa Məsihin feyzi sizin ruhunuzla olsun.